30 min şirkət bizdən pul aldı. Biz bankdan küllü miqdarda pul çıxartmışıq, evin ödənişini eləmişik. Ümumi 45 min manat evin almağına pul vermişəm. Bir dəfəlik ödəmişəm. 137 min. Ümumi 189 min manat pul vermişəm. Boş bir ərazidir, gələcəkdə burada böyük bir bina tikilə bilər. Bu hələ sual altındadır. Amma əksər vətəndaşlar olmayan binadan, heç bünövrəsi qoyulmayan binadan böyük pullar verib ev alırlar. Amma illər keçir, nə bina olur, nə də mənzil. Pullar isə yox olub gedir. 6 ildir gördüyünüz kimi kirayələrdəyik. Dedi ki 3 aya hazır olacaq. 3 ay gedib, 6 ay gedməyib. Bu ev bir neçə nəfərə satılıb. Çoxmənzilli yaşayış binalar inşa olunarkən tikilməkdə olan qiymətlə bina tam başa çatdıqdakı qiymət arasında ortalama 30-40%-ə qədər qiymət fərqi olur. Hər hansısa bir çoxmənzilli yaşayış binasının inşa prosesi ortalama 2-3 il müddət çəkir ki, həmin müddət ərzində də əmlak bazarında baş verən qiymət artımları səbəbindən həmin binalardakı mənzillərdə satış qiymətlərində artımlar olur. Bir çox hallarda müşahidə olunur ki, tikinti şirkətləri vətəndaşların mənzilləri satsa da alqı-satqı müqaviləsində binanın tikilib təhvil veriləcəyi müddət göstərilir. Lakin öhdəliyin pozulması səbəbindən həmin binalardakı mənzillər vətəndaşlara çox uzun illərdən sonra verilir. Binaların hətta uzun illər yarımsız qalma prosesi də baş verib ki, bunun səbəbindən artıq vətəndaşlar uzun illər öz mənzillərini köçə bilmirlər, başqa bir tərəfdən isə ödədikləri vəsaiti geri ala bilmirlər. Nəqd olsun, savan olsun da. Nəqd olsun, bir şey ki bilmirsən sabah nə olacaq. Ona görə gələ bu hələ belə pul da öyrə 100 min 50 mini. Bir manatın söhbəti varsa. Ona görə diqqətli olmaq lazımdır. Evi nəqd görməlisən, hamısını adva keçirməlisən, nə etməlisən, necə lazımdır. Hələ ondan sonra da hələ gələ bir dənə yoxlamalısan, görməli bu evdə məndən başqa çıxarışı olan varmı, yoxsa ya. Balaca pul da öyrə bu ev. Bu şimdi 100 min manat pul qazanma, 50 min manat pul qazanma qeyri-mümkün olan şeydir. Siz olmayan bir şeyə görə çoxlu pullar, ümumiyyətlə pul verərsinizmi? Hesabın bilməyən adam verər də. Düşüncəli adam götür-qoy eləyər, sonra addım atar da. Atalar misalı var da, yalancı tamahkarı alladır. Sonra başlarına gələndən sonra deyir, düş məhkəməyə. Baş verən müəyyən səbəblərdən həmin tikinti işlərini yekunlaşdıra bilmirlər. Bir çox hallarda MTK rəhbərinin həbsi və yaxud dünyasının dəyişməsi artıq vətəndaşları da öz mənzillərinə çatmasından məhrum edir. O baxımdan vətəndaşlar hər hansı bir mənzil alarkən mütləq şəkildə həmin inşaat şirkəti ilə bağlı araşdırma aparmalı. Əgər həmin şirkətin daha əvvəlki illərdə tikib təhvil verdiyi binalar olubsa, bu artıq etibarlı şirkət sayılır. Əgər keçmişdəki binalarda problemlər olubsa, demək həmin şirkətin yenidən vətəndaşlara problem yaratma ehtimalı daha böyükdür. Bundan əlavə, yeni tikili binalardan vətəndaş mənzil alırkən mütləq şəkildə həmin alqı-satqını notarial qaydada təsdiq etməli. Notarial qaydada aparılan təsdiq